Asimetriyanın aradan qaldırılması idi. Bəzən bax o vəziyyətdə, asimetrik vəziyyətdə göndərirlər. Bu full botoksun nəticəsidir bunlar. Yəni nəticələr çoxdur, amma fəsadla gələn xəstəni müalicə etmək daha çətindir. Bəs gözaltı işıq dolğusuydu bayaq ki? Bəli, gözaltı işıq dolğusu. Burada da gözaltı biorevitalizasiya. Bu da anında lifting verən biorevitalizasiyadır. Demaye dediyimiz. Bəli. Ləkələrin rəng tonunun açılması. Pigment ləkəsi də gedib burada. Bəli. Burun, estetik əməliyyatı, yəni eyni nəticəni əldə edirik, sadəcə bir il qalıcılıq vardır, ömürlük deyil. Bir il sonrasında yenidən qatılması lazımdır. Bəli, Ay, bu çox maraqlı gəlmişdi mənə həqiqətən də. Çapıq izini. Bu cihaz müdaxiləsi o? Xeyr, inyeksiya. Mən o metodi, aparat kosmetologiyası istifadə etmirəm. Bir həkim olaraq biz ancaq inyeksiya, iynə ilə. Xüsusi dərman maddələrini gibi, bu da inyeksiya nəticəsidir, 5 seansın nəticəsidir. Siz məsələn terapevtik uzun illərə dayanan təcrübəniz də var deyə, o məsələn bayaqki qaraciyərdən yaranan pigment ləkəsi. Daxildən müalicə edirik mütləq şəkildə. Bəli, istər ləkəni, istər səpkini, üzdə olan patologiyanı səbəb daxildədirsə, çünki təkrar yaranmasın. Amma üzdə varsa, yəni bəzən pasientlər düz anlamırlar, deyirlər doktor, onda daxildən eləyək yaranmasın. Amma üzdən də etməliyik ki, olanlar getsin. Daxildən təkrar yaranmamanı yalnız bərpa edə bilirik. Ona görə böyük fəsadlarla gələn pasientləri işləmək, belə deyək, bərpa etmək daha çətindir. Hansı ki, ilk dəfə bizə müraciət edən pasientlər. Ona görə bu halları çox görərək, yəni və estetik əməliyyatlar belə 5 ildən artıq qalmır. Hətta əməliyyatlardan sonra belə biz prosedur etməliyik. Çünki orqanizmdə sintez olunmayan bir şeyi biz dərinə dartıb tikməklə bərpa edə bilməliyik. Bəli, bu görünüşü yaradarıq, amma bu belə qalacaqmı? Ən azı ona biz köməkçi terapiya dediyimiz, təkan verməliyik mütləq şəkildə estetik prosedurlarla.